Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xalq artisti Faiq Ağayev canlı yayımda oğlu ilə bağlı suallar sərt reaksiya verib. Xəbər verilir ki, günorta verilişində qonaq olan zaman müğənniyə bir dəfə açıqladınız ki, 17 yaşında ata olmuşam, mənim 25 yaşında oğlum var. Faiq Ağayev doğrudanmı sizin övladınız var sualına Ağayev belə reaksiya verib. Mənim dilimdən yazılan stat gətirilir. Bu məsələni ilk dəfə aktuallaşdıran köhnə jurnalistlərimizdən olan Aynur Hacıyevadır. 96-cı ildə biz bu söhbəti etmişdik. O vaxt danışdım və dedim ki, bir daha bu mövzuda danışmayacağam. Bir dəfə demişəmsə, təsdiqləməyə nə ehtiyac var deyə xalq artisti əsəbi cavab verib. Faiq Ağayev Barcı Zümrüd Bədəlovaya şəxsin həyatını efirdə gündəmə gətirdiyi üçün irad da bildirib. ATV-nin Bədii Şurasının üzvü olaraq sənə və həmkarlarına irad bildirirəm. Audiovizual Şura deyib ki, ailə məişət mövzuları efirdə danışılmasın. İnsanlar bu söhbətləri mətbəxdə etməlidir, televiziyada yox. Bu günlük səni bağışlayıram, tamaşaçıların qarşısında səndən bir illik fasilə götürürəm. Bir il mənə zəng etmirsən, əlaqə saxlamırsan, sözümün geri dönüşü olmayacaq. Bir il keçsin, kinim soyuyar yəqin, bir il səninlə danışmayacağam.